İnsan orqanlarının yetişdirilməsi üçün yeni texnologiya. Dünyada ilk dəfə Çinli tədqiqatçılar insanın erkən inkişafının əsas mərhələlərini təkrarlaya və orqanların birləşmiş hüceyrələrini formalaşdıran insan embrional disk modeli hazırlanıb. Bu barədə China Daily nəşri məlumat yayıb. Beynəlxalq normalara əsasən insan embrionlarının mayalanmadan sonra 14 gündən artıq laboratoriya şəraitində yetişdirilməsi qadağandır. Məhz bu müddətdən sonra gələcək bütün orqanların qastrulya mərhələsi başlayır. Buna görə də süni yaradılmış embriona bənzər modellər inkişafın 14-cü gündən 21-ci günədək olan dövrünü öyrənməyin etik baxımdan yeganə üsulu hesab olunur. Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun professoru Yuli Qianın sözlərinə görə əvvəlki embrion modelləri yalnız ayrı-ayrı hüceyrə tiplərini yaradıb. Alimlər bu məhdudiyyəti aradan qaldırmaq üçün biomühəndislik üsulları ilə yeni model hazırlayıb. Model halların 80%-dən çoxunda insan embrionunun erkən inkişaf mərhələlərini uğurla təkrarlayıb. 7 gün ərzində sinir borusu, ilkin bağırsaq, ağciyər, qaraciyər, mədə altı vəzi və ritmik yığılmağa başlayan ilkin ürək kamerası formalaşıb.